Salam əziz izləyicilər, bu gün də Əhməd hardadır sizdə? Əlbəttə ki, Əhməd proqramın adından olduğu kimi Əhməd bağdadır. Siz də Əhməd kimin bağındadır bu gün qonaq olacaq? Bilirsiniz də, biri deyək ki, ondan məni tanıyırsınız. Hər zaman məşhurlar mənim studiyamda qonaq olub. Buradan qeyd edək ki, hər zaman Flash Studiya bizə dəstək olubdur. Qonaqları belə deyim, qarşılamaqda və Flash Studiyanın daxilində belə deyim, biz bu işləri görmüşük. Buradan Flash Studiyaya təşəkkür edirik və belə deyək ki, sizi gözlətməyim, adını çəkim kimin bağındayıq. Bugün hər kəsin tanıdığı məşhur bir xanımın bağındayıq. O da kim ola bilər? Əlbəttə ki, hər kəsin tanıdığı Kəmalə Günəşlinin. Xəbərsiz gəlmişik əslində. Görək Kəmalə xanım bizi qəbul edəcək yoxsa yox. Bəlkə heç qonaqpərvər deyil, qonaq sevmir. Döyək də bir dənə. Ay ev yəsi. Evdə kim var? Görək indi qarşılanacaq mı? Kimdir? Hə, gəldim. Sındırma qapını, yenə kimdir bu? Hay Allah, gün adam öldürür. Kimdir? Allah bəndəsi. Oy! Necəsiz Kəmalə xanım? Salam, çox Qonaq qarşılayırsınız. Xoş gəlmisiniz. Sağ olun. Bir ideya. Xeyr, hal-hazırda bir ideya deyil. O deyil. Bugün Mən sizə Əhmədlə bağdasınız. Əhmədlə bağda. Bəli. Mən sizə bir dənə söz deyim, bu maşallah çox məşhur olmusunuz. Bəli, Hamısı bir ideya kimi. Bəli. Harda görüb bir ideya. Hər kəs məni elə tanıyır. Xoş gəlmisiniz. Sağ olun. Nə gözəl insan gəlib. Təşəkkür edirəm. Çox gözəl sürpriz oldu. Xoş gəlmisiniz. Qəbul edirsiniz də. Əlbəttə ki, elə şey olar. Təşəkkür edirəm. Belə deyim də, köçəndən ilk qonağım sizsiniz. Nə gözəl. Mən də Hə, sevindim. ilk Bu arada qonaq- xeyirli olsun yeni bağınız. Təşəkkür edirəm, çox sağ olun. Hələ də inanırsınız, hələ köçək. Bəli, əlbəttə. Mən bilməzdim belə köçmək çox çətin olur. Çox çətindir. Bilirəm, yəni yeni ev tikirsiniz. Sıfırdan. Mən belə bir sual verim sizə. Elə girişdən də yəni. Maraqlıdır, bu evi belə aldınız yoxsa özünüz sıfırdan tikdiniz? Mənim üçün tikilib. Sizin üçün hədiyədir yəqin ki. Ya hədiyyə deyil. Hədiyyə veriləndə o zaman təşəkkür edirəm. Yo, hədiyyə deyil. Mən hədiyyə deyil. Bu çox bir necə deyim, yəni o 3-5 manat söhbəti deyil. Bu çox necə deyim, vəsait ayrılmış bir evdir bu. Yəni necə deyim, belə hədiyyə hər adama hər dəqiqə heç kim vermir. Bəzən müğənnilər deyir, ev mənə hədiyyədir. İnanın, inanmayın, özü alıb. Bax, mən buradan deyirəm, evi özüm almışam, dişimlə, dırnağımla. Bəli, halal zəhmətlə tikilən evdir bu. Allah arzusunda olanlara qismət eləsin. Belə baxıram, maşallah. Hovuzunuz da çox dərindir. Hovuzum Çox dərindir. Yəni Hovuzumuz çox dərindir. Mən sifariş eləyəndə dedim ki, onu rezənlər gəlir mənə. Bəli. Mən sifariş eləyəndə demişdim ki, onu biraz dərin tikin. Ki mən üzə bilirəm axı. İndi evdəkiləri düşünməmişəm. Heç kimi də qoymayacağam, ancaq özüm çürəcəm. maraqlıdır, bu çox dərinlikdə. Yəni bilirəm də, yəni hər kəsin sevmədiyi insanlar var bu həyatda. Kim istərdiniz ki, burada boğulsun, amma qoy ən azından bir saat orada qalsın, kömək etməyim. Yox, heç kimin boğulmağı istəmərəm. Mənə pislik eləyən insanları Allaha tapşırıram. Allah özü bilən məsləhət. Yəni biz kimi mənə pislik eləyir. Mənim əlimdən ancaq yaxşılıq gələ bilər. Əlbəttə. Sən qapıda qaldın, keçək içəri. Keçək. Buyuraq. Xoş gəlmisiniz bir daha. Kəmalə xanımın maşınında, yəni. Nömrəsini də çəkək zəhmət olmasa. Yəni yazın görək bu nömrənin qiyməti nə qədərdir. Bu pişiklərin ayaq izləridir o başında. Pişiklər məskən salıb maşında. Deyir, o bir dənə məsəl var, deyir, nömrənin maşını var. Bəli. Maşının nömrəsi yox, nömrənin maşını var. Maşın sevənlər var, yəqin ki, baxacaqlar nömrəyə, bilərlər ki, qiyməti nə qədərdir. Yolunda yazarsınız. Özümüzə görə. Bəli, çox gözəl. Çox sağ, bu pişiyimizin suyudur. Pişiyimiz də var gələndən. Xoş gəlmisiniz bizim evə. Bir daha xoş gəlmisiniz bizim bağ evimizə. Həmişə siz gələsiniz. Ayağınız yüngül olsun. Ya Allah, buyurun. Sizin ayağınız yüngül olub həmişə. İnşallah mənim də ayağım yüngül olar. İnşallah. Daha xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Mən arkadaşlarımı dəyişim. Bu arada evinizin ab-havası çox gözəldir. Girişdən insanı sadə eləmişəm, çox sadə eləmişəm. Çox abartılı heç nə eləməmişəm. Ay nə bilim, lepkalar, mepkalar, heykəllər. Siz özünüz sadə adamsınız. Bəli. Sadə müğənnisiniz. Sizin eviniz də sadə olmalıdır. Çox sağ olun, təşəkkür edirik. Bu bizim mətbəximiz. Gəl, buyur, gəl.
Bu da mən Çox bu gözəl. rəngi çox sevirəm. Həddindən artıq. gözəl. Sevdiyim rəngimiz də dəvdə olan rəngdir. Bəli. Yəni bu evdə nə görürsüz, hamısını özüm bicə-bicə demişəm, bunu belə elə, bunu belə elə, sifarişlə yığdırmışam. Süperdir. Yəni hazır evdə girəm oturam, hamısını bir-bir Arzu edirəm yığdırmışam. ki, burada yəni hər zaman şən günlərdə Təşəkkür çox gözəl edirəm. şirniyyatlar pişirəsiniz. Çox sağ ol, çox sağ ol. Və mən sizə bir dənə söz deyim. Deməli bu ev həm zimlidir, həm letindir. Məsəl üçün bağ evləri var ki, yalnız yaydan yaya gəlib dincələ bilərsən. Bəli. Amma bu evə elə bir proyekt, elə bir necə dizayner vermişik. Qışda da yaşaya bilərik, yayda da yaşaya bilərik. Nə gözəl. Bəli, yay qış, Yəni zimli letli. rahatlıq da yəni. Bəli, ay qışda köçüm bina evinə, nə Bəli, bilim nə. sonra qayıdar. Elə bir ki, hə, yox. Elə bir ki, həm yay, həm qışdır. Baxıram dizaynına, yəni çox gözəl dizayn verir. Bəli. Yəqin ki, qiyməti də böyük bir Aa, çox pul gedib. Yəni bilənlər bilir də. Gedirsən bir dənə nəsə alırsan ot qiymətinə. Hər şey bahadır, vallahi hər şey bahadır. Məişət abadının nağlardır da. Mebel sıfırdan yığılıb, mən məsəl üçün bu rəng elə, bunun bu rəng elə, qulupunu belə elə. Yəni nə bilim, nə deyim, yəni beləçiyinə. Görək də indi düzdür, bu evi necə ev eləyənə kimi, oy mən ki mənə gəlib. Amma ki şükür Allaha ki əsas odur. İndi içindəyik, otururuq gülə-gülə. Nəm Allah xeyrin versin, nə deyim? İnşallah. Bilirsiniz sizə necədir? Sizin gəlininiz kim olacaqsa, yəqin ki baxacaq, baxır. Oy. Mən onsuz da. Görüb sevinir də yəni. Söz yox. Hər kim gələcəksə xoş gəlir. Özümə söz vermişəm ki, qaynanayla yaşamayacağam. Əgər gəlin qaynana necə deyim, nə qədər ayrı yaşasa bir o qədər mehriban olar. İnanın səmimiyyət. O ki kim ki deyir, ha biz bir yerdə yaşayırıq, mehribanlıq, inanmayın. O sən milyonda bir ikisi bir yerdə gəlin qaynana yaşayırsa mehriban ola bilər. Amma bir yerdə nə qədər yaşayırsa mehribançılıq çox az. Andres gəlin məndən uzaqda olsun da. Uzaqda yox. Yayda nəzarətimdə olacaqlar. Nəzarətimdə olacaqlar. Amma belə ayrı qalsaq mənə elə gəlir, daha da hörmətli qalaram ki, qaynanam gəldi. Məsələn, qonaq gedin, daha qaynanam gəldi. Tez əl-ayağa düşün, bişir. Amma bir yerdə qalanda gəlin də adiləşir qaynana üçün. Qaynana üçün, gəlin üçün də qaynana adiləşir. Vallahi belə üzünüzdə demək olmasın, sizin kimi qaynanan kimi sevməsin. Orası elədir, Hər şey hazır edib qoyursunuz, yəni gəlirlər. Yəni. Orası elədir. Həm xasiyyətiniz, həm özünüz gözəlsiniz bir başqa. Çox sağ olun. Yəqin ki Allah mənə özüm kimi gəlin qismət elə. Zəhmətkeş, işləyən, ailə qədri bilən. İnşallah. İnşallah. Əsas ki insan bir olsun. Gedək başqa otaqlara gəzək. Gedək. Sizi sevənlər var, onları maraqlı. Gedək başqa otaq. Bu mama şamın otağıdır. Bura bəlkə maraqlı deyil. Maraqlı olar sadəcə yəqin ki mamamız qoymazdı yəni. Yox, orada elə heç nə yoxdur. Bir dənə baxıb gör nə var. Sadə özünə görə bir otaqdır, hə. Mən elə gəlir ki, izləyicilərə mənim qardirobum, geyim otağım, yataq otağım maraqlıdır. Ona görə də ki, anamı atladı, keçirik yuxarı hissələrə. Hə, deməli, Allah hər kəs, mən yenə də bu ev, yəni bizim bugünkü mövzumuz evdən evdir. Bilirsiniz ki, mən uşaqlıqda biz həmişə oynayırdıq xala qızları ilə. Deməli, paduşkalar, döşəkçələr, nalçalar olur deyə. Onları üstə qoyurduq, evcə oynayırdıq ki, 2 mərtəbəli evimiz var, belə qalxırdıq. Uşaqlıqdan arzum olub. Bəli, uşaqlıq arzum. Allah qismət elədi. Əlbəttə ki. Sizin necədir? Kimin nə arzusu var? Allah ona doğru gedir və hər birisi real olur. Bəli, Allah hamının arzusunu. Bilsən necədir? Görək Allah deyir ürəyinə görə versin. Bəli. Sizin də Allah ürəyinizə görə verəcək. Bəli. İşıqları yandırırıq. Deməli, bura bizim 2-ci mərtəbəmiz. Maşallah 2-ci mərtəbə tam aba-abalıdır. Hə. Hələ biraz boşluqlar var. Çünki mən bura dizayner vermişəm. İşıqlı güzgü dizaynı vermişəm, qıraqdan pərdə gedəcək. Çox maraqlı dekorlar dizaynı. Dekorlarınız maşallah çox sifariş etmişəm, hə. Düzdür, biraz yuvanırlar. Dizayn ideyası sizin özünüzündür, yoxsa? Özüm deyirəm ki, bu formada mən istəyirəm, o da hazırlayır, gətirir, bəli. Yəni mən dizayner çağırmıram, o mənə seçim etsin də. Mən seçimi eləyirəm ki, belə elə. O otağımız da bir yataq otağıdır, sadə, vəliyyət, çox belə, necə deyim, əsəbi sakit eləyən bir otaqdır. Yəqin ki, qonaq otağı üçündür bu. Hə də, indi qonaqlardan kimsə gəlsə buyura bilər, nə bilim, olur da. Düzdür, hələ qonağımız gəlməyib, ilk qonağımız sizsiniz. Nə gözəl, nə gözəl. Çünki hələ də yerləşirik, hələ də alırıq, gətir-götürdük. İnşallah daha bundan da gözəl dizayn eləyərsiniz. İnşallah.
Amma çox gözəldiriniz bu arada. Təşəkkür edirəm, çox sağ ol. Bu qardirobdur. Belə deyim, sizin sevənləriniz, sizin izləyicilərinizə Yox, maraqlı. o qardirobdan deyil. Bu elə bir günən ki, artıq məsəl üçün yorğan, məsəl üçün də belə artıq şeyləri, məsəl üçün belə bir yer tikdirmişik, asobuna. Ağlarımızı, nə bilim, paduşkalar, qışlıq, nə bilim də, nəsə də, yəni belə bura qoymaq üçün. Keçək istəyirsiniz, geyim otağım mənə gəlir, çoxlarda maraqlı olar. İzləyicilərim mən bunu özüm üçün sifariş eləmişəm, çox özümə uyğun. Bəli. Dostlar, baxın. Hələ içi dolmayıb. Deyin niyə? Mən Günəşlidən geyinilmiş bir dənə paltar gətirməmişəm bura. Hamısı sıfırdan təzə olacaq. Bəli. Günəşlidə də bir xeyli geyimlərim var. İçərinin apavası keçə bilərik. Əlbəttə ki, buyurun, buyurun. Mən bunu bağlayayım siz. Zəhmət olmasa video buraxmınızı deyək. Buranı çəkin. Yəni əsas olan da yəni insan. Bunlar mənim bəlbəzəyimdir. Hələ bitmir. Buralar doludur. Bəli. Bunlar ukraşenyalardır, bujuteriyalarımdır. Hələ bu bir qismidir. Nə gözəl, nə gözəl. Hələ bir çoxsunu qolbaqlar, üzüklər bura yerləşdirilib. Yəni burada bu ətirlər maşallah, yəni doludur yəni. Hə. Fərqli ətirlər. Hələ bir qismi mən yenə edirəm, amma bu hələ bir qismidir. Kəmal xanım, baxdım, fərqli belə deyim, ətirləriniz var. Hə, sevirəm. Hər bir xanım ətirləri sevir. Mən də həmçinin. İyilər də, yəni qoxular da çox gözəldir. Möhtəşəmdir, əlbəttə. Mənə maraqlıdır, əminəm ki, bizim sevən izləyicilərimizə də maraqlıdır. Yəni sizi sevən izləyicilər var, böyük bir kütləniz var. Bu ətirlərin içərisindən ən sizə özəl olan və ən bahalısı hansıdır? Demək olar ki, hamısı bahalıdır, amma ən çox lap belə bahalı deyirsinizsə, bu amojalardır. Bu 2 dənələr 1000 manatdan başlayır. Sonra bu Xerjov da Fransa ətridir. Bu da möhtəşəmdir. Bu da 900 neçə manat civarındadır. Bu da ki Terenza firmasıdır. Mən Amerikan qatları çox yaxşı deyə bilmirəm. Bu da çox bahalı ətirdir. Bu da hardasa 1000 manata yaxın qiyməti var. Tunan xanım, bu qədər ətiri sizə hədiyyə veriblər, yoxsa olanlar da var. Baxın, bu ad günümdə dəyərli bir dostumuz var, o mənə hədiyyə edib. Sonra bəli, Xerjov da mənə hədiyyə olunub. Amma bu 2 ətri mən özüm almışam, yalan danışmayım. Baxın, buradan da Levra ətri var, bu da mənə hədiyyədir. Nə bilim, veriblər doğum günlərimdə, necə deyim, qadınlar, bəli, onlar çox möhtəşəm ətri. Gözəldir. Vurun. Mən də vurmuşam, mən qarışacaq. Yəqin ki, bunu qoyaq. Ondan sonra sizin saatlarınız var. O hələ belə qoyulub ora, dekor kimi. Gözəl. Bəli, amma yəni saatlarımız da çoxdur. Hələ gəlirlər, hələ görürsünüz. Sizin eynəkləriniz? Hələ yenə də deyirəm, bir qismidir. Mənim eynəyimdir, saatlarımdır. Çoxdur, həddindən artıq çox. Yəni buranı doldursam yenə də yerdə qalarlar onlar, çoxdular. İndi gələcəklər, mən yenə deyirəm, biz təzə köçdüyümüzə görə görürsünüz ki, burada bir çox çantalarımdır, ayaqqabılarımdır, heç toxunulmayıb, təzədirlər. İndi keçək bura. Keçək bura. Xanımlara özəl olaraq. Xanımların da ən yaralı yeri bilirsiniz də, ay çanta və ayaqqabı. Hələ mən yenə də deyirəm, amma buradakı olan ayaqqabıların bir qismidir. Nə gözəl. Mən bilirsiniz, asas iş görməyi sevirəm. Hop, hamısı birdən götürüm pinti kimi. Mən yavaş-yavaş, aram-aram, hər dəfə birini alıram, qoyuram. Hər dəfə birini gətirirəm, düzürəm. Yəni asta-asta görürsünüz, ağ olan kolleksiyalarımızdır burada, çantalarımızdır. Sizdə qaralar ayrı, çox gözəl. Bəli, məsəl ki, qızıllar bu yanda kombin edilib. Yəni qaralar bunlardır. Hələ gələcək, hələ buralarda da olacaq. Hamısı bir-bir olacaq. Bu çantaların içərisində sizə özəl hədiyyə varmı? Yəni elə bir özəl şəxsdən, yəni onun qiyməti belə deyim, yüksək də olmaya bilər. Var. Mən sizə bir dənə söz deyim. Burada 2 dənə mənim brend Naturalne çantam var. Qoyma onları göstərim. Göstərin zəhmət olmasa. Belə bu Prada'dır. Bunun 700 manat qiyməti var həqiqətən də. Təmiz maldır, Prada'dır. Yəni o 25 manat, 30 manata satılan çantalardan deyil. Çox gözəldir. Bəli, bunun 700 manat qiyməti var. Xanımlar. Hal-hazırda. Qorxuram ki, birdən əlimdən düşərlər, qırılıq eləyər yəni. Çox gözəl. Yəni, bahalı çantalarımın içində biri budur. Biri də bu, bilirlər, bu Chanel markasıdır. Naturalne dəridir, bu da bahalı bir çantadır. Bunun qiyməti nə qədərdir? Hardasa 1000 manat civarındadır. Çox gözəl. Chanel çantası. Xanımlar,
arzusunda olan xanımlara arz edirəm ki, olsun. İnanırsınız xanım, mən çanta xəstəsiyəm, bir də ayaqqabı. O çantanı sevirəmsə 2000-ə, 3000-ə, 5000-ə də olsa mən onu alacağam. Çünki çox sevirəm. Bu hədiyyədir yoxsa özünüz almısınız? Yox, hədiyyə olan budur. Tək burada bir dənə hədiyyə var. Prada odur. Mən yalan danışmıram, amma bunu mən özüm almışam. Özüm xaricdən almışam. Çox sevindiyim bir çantadır. Təmiz dəridir. Amma qalanısa belə yenə də elə də ucuz deyirlər. Ancaq bunlara baxanda biraz ucuzluqları var. Amma ən bahalı çantalarımı göstərdim də sizə. Ondan sonra düzəldərdim. Ucuz olsa da olar, əsas odur ki. Ucuz olsa da olar, əsas odur zövqüm var. Trend geyinir, brend geyinir. Bəli, əlbəttə. Bəli, o mənim əlimdə zaten bahalı görsəl. Siz belə deyim ki, 20 manatlıq bir geyim də deyirsəniz, sizin brenddir yəni. Bəli, valla mən sizə bir dənə söz deyim. Olur da düzü mən mağazalarda retki gəzərəm, belə pis çıxmasını sifariş eləyirəm hər dəfə. İndi nə devirdi ki, baxırsan, sifariş eləyirsən düz qapıya gətirirlər. Sağ olsunlar, hər bir qiymətdə var. Baxıram, bəyənirəm, məsəl üçün, görürəm ki, qiyməti ucuzdur. Amma çanta adama bilirsiniz, gəl deyir. Çanta deyir ki, baxan bir də baxsın da mənə. O çantanı alıram, ucuz olsa da. Əsas ki, qəlbiniz olsun. Bəli, elə soruşurlar, xanım, mən nə gözəl çantadır, mən falan yerdəndir. Bəs keçirik, belə deyək, xanımların da ən yaralı yerləri nə olur? Ayaqqabıları. Ayaqqabı. Burada da bahalı ayaqqabılarım var. Məsəl üçün, bahalı ayaqqabılarımdan biri budur. Çox da elə deməyim. Məsəl üçün, 550 manat qiyməti var. Bunu sizə hədiyyə ediblər yoxsa? Yox, özüm almışam. Ayaqqabı elə bir şeydir ki, onu özüm almışam. Çünki razmer söhbəti var. Sonra bu ayaqqabımız da elə 600-700 manat civarındadır. Bunu götürə bilərəm də yəqin. Bəli, götürə bilərsiniz. Bunun Bunlar səhnə üçündür, özəl, çox bahalıdırlar, amma çox da geyinə bilmirəm. Bax, görürsünüz, bəli, bahalıdır, ancaq mən onu çox istifadə edə bilmirəm. Bunun qiyməti özü mən baxıram da heç geyinməyib, deyirsən yəni. Təzədir, çünki çox belə ayaqqabıdır, amma çox gözəldir. Bunun qiyməti nə qədərdir? 700 manata yaxın qiyməti var. Həqiqətən deyir, amma yəni. Ne gözəl. Aha. Sizin sport. Belədir. Sport. Sportum da çoxdur. Hələ bu elə bir qismidir. Krasovkalarım hər rəngdə var. Burada elə belə qoymuşam. Hələ krasovka. Hələ bunlar bir qismidir. İnşallah elə oldu ki, siz gəldiniz. Hələ çox şeyim hazır deyil. İnşallah yenə də gələcəksiniz. İnşallah yenə də gələcəksiniz. Bəli. Tam hazır olandan sonra. Bu ilk gəlişimizdir. İnşallah tam bitəndən sonra inşallah yenə də təklif buyurarsınız. Qonağımız olarsınız, gələrsiniz. Tamam xanım, bəs belə deyim, izləyicilərimiz də maraqlıdır. Əlavə belə deyim, mənim özümə də maraqlıdır. Yəni burada yəni sizə ən özəli olan sizə ən bahalısı hansıdır? Ən bahalısı və ən özəl. Demək olar ki, xanımların əksəriyyəti bilir ki, bu qaşlı sırğalar çox baha olurlar. Yəni deyim ki, 20 manat, 30 manat civarında deyil. Baxın, mən sizə göstərim. Bəli, zəhmət olmaz. Üzr istəyirəm, mən sizə göstərim. Baxın, mənim burada bu sırğalarım var. Xalis gümüşdür, Swarovski qaşlarlandır. Bunlar 700 manatdır. Baxın dostlar. Swarovski deyə də bilmirəm. Swarovski qaşlarla xalis qızıldır. Nə gözəl. 700 manat qiyməti var bunların. Yəni belə. Hər dəqiqədə çox taxa bilmirəm. Biraz ağırlığı var. Sonra mənim var. Hardadır? Burada. Bunlar düzdür, bahalı qaşlardan deyil, amma hansı özəl bir brendin markasıdır, bilmirəm, yadımdan çıxıb. Bunlar da 500 manatdır. Baxın bunlar. Amma yadımdan çıxıb hansı markanıdır, unutmuşam. Çoxdan məndə var bu. Bax, bu da məsəl üçün bahalı aksesuardır ya, yəni belə deyim. Yəni qızıl, zad, brilyant deyil. Amma bahalı bir brendindir. Yadımda deyil hansı brenddir, unutmuşam. Onun da o boyda qiyməti var. Sonra baxın, mənim burada neçə illərdir bu sırğalar məndədir. Swarovski qaşlarlandır. Köhnə kliplərim də var. Neçə illərdir mən. Hətta xanım müğayəni mənə yaxınlaşır. Ay qız, bu sırğadan əl çəkdi. Hələ hara gedirəm bunu geyinsə, deyirəm bu bahalı sırğa deyib. O burjetilərdən deyil. Bu Swarovski qaşlarla da 1000 manat yaxın qiyməti var. Nə danışırsan? Müğayəni idi xanım. Olsa bilmir. Deyirəm ona görə o elə bahalı sırğalar mən adına razı deyil. Axı mən hər yerə taxıram. Bax, bir də bahalı sırğalarımın içində bu 3 dənə. Bunun qiyməti nə qədər müəllimdə göstərir? 1000 manata yaxın. Bunun 1000 manat. Swarovski qaşlar, hamısı Swarovski qaşlardır bunlar, hamısı. Xanımlar yazarsınız yorumda, bu sizdə varmı bunlar? Yox, inanmıram o xanımlarda olsun. Ona bənzər ola bilər. Amma imенно bu keyfiyyətdə, bu kачествоda inanmıram hansısa xanımda olsun. Bəlkə də çoxdandan alıbdır, barıdır, bilmirəm. Ancaq çətin.
Çətin. Ha, nə gözəl. Hə, yəni ən bahalı sırğalarım bunlardır. Belə də yenə də var da, indi hələ çox qismini Bakalım. gətirməmişəm. Bəli, bunu bura yerləşdirəcəyik. Çox qulaqda da çox gözəl qalırlar. Çox gözəldir. Bəli. Ay, sırğam düşdü. Sırğanız düşdü. Ay, Allah görəsən, qaşı düşmədi. Çox təriflədim, çox əzdim üstünlə. Ay, baxaq bir Mənim yaxından. sevruşqam. Düşmürdü, narahat olmuyor. İnanırsınız, pul itirsəm məni bu qədər yandırmaz. Düşmürdü, ya narahat olmuyor. O gibi də şey üstünə çox əzir zala. Baxın. Yox, ya hamısı yerindədir. Yerindədir, Belədir ki, yerindədir. ikisi də şanlı sağ olsun. Yerindədir. Dünyanın axırı deyil. Hansı müğənnim belə bir söz deyir bizə? Görürsünüz? Sizin Əlbəttə. səmiyyətinizi sevirəm. Burada bizim bax spoçkalarımız. Burada belə nələr var? səliqə ilə yerləşdirilir. Çox gözəl. Burada boyun bağlar belə uzatmışam bunları. Belə. Səliqəni sevirəm. Səliqəni çox səliqəli, sevirəm. Görək burada nədir? Burada nə var? Burada da bileziklərdir, qulbaqlardır. Götürə bilərəm də yəqin. Əlbəttə ki. Camal xanım, bu qızıldır. Mənə də maraqlıdır. Parlıyor. Qızıl deyil. İnşallah buradan yəqin ki, sizi sevənlər və fanatınız var. Bəli. Fanatlara yazıram ki, inşallah bunu qızıl edin. Qızıl elin. Yeni verilişdə, gələn səfər seçdikdə, yəni gələn həftədən, yəni gələn aydan bu qızıl, gəlin görün ki, bu qızıl olsun. İnşallah Allah ağzınızdan eşitsin, olsun, nə deyirəm, amma qızıl deyil. Çox maraqlı, bu nədir belə? Bu bizim o Ceyran'ın klipimiz var ya. Atışmamış. Ha, bəli. Hoş Ceyran. Damcı yağışdı ki mən Barış orada taxmışdım. Kleopatra stili. İnanırsınız, bunu taxdım var ha. Məndən sonra bunun satışı qalxdı. Olay. Hamı gedir dedi. O Kemal Xanımın klipindəki var ya, atışmamış klipindəki. O sep taxıb, ondan istəyir. Bunu bilet taxdı da, yəni bilet. Bəli. Bəs mən onu elə belə demirəm, brenddir. Əlbəttə. Və brendlik odur ki, məsəl üçün bir dənə buna toxundun, getdin, hər kəs toxunmaq istəyəcək ki, görə Kəmalə xanım toxunub, Biz də toxunaq. Siz bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun. Bəli dostlar, bugün biz Brent müğənninin evindəyik. Dedəm. Sizə maraqlı. Keçək başqa otaqlara. Keçək başqa otaqlara. Samavar çayı da hazırdır, dəmləmişəm deyir. Bağ havası. Kimin ağrıyor canı, bol çay içsən mərcanı, gəlsin yeməkdən qabaq çay. Üləyimiz yananda çay. Armudu istəkanda çay. Kəmaləlil bağında samavar çayı. Bravo. Uca izləyicilər məni oradan alqışlayırlar, Bəli, bilirəm. bravo. Bu samavar çayı siz üçün dəmləmişəm. Təşəkkür edirəm. Normalda belə tənbələm. Necə tənbələm? Durum samavar dəmliyim, belə iş görənəm ha. İş görənəm. Bu dur samavar dəmli, amma daha özəl qonağımızsınız. Siz üçün mən asabına dəmlədim. Aha, stakanları gətirməmişəm. Bu saat o şey demişkən, bir çay ver içim mən, bir çay ver içim. Deyim stakanları gətirim, gəl. Çay. Dostlar, izləmədə qalın. Baxın, hər bir şeyimiz var maşallah. Aha. Kəmalə xanım maşallah, yəni bilib ki, Əhməd gəlir, hər bir şey hazırlayır. Bəli, elə şey olar. Siz mənim dəyərli, hörmətli, əziz qonağımsınız. Bəh, samavar çayıdır bu. Mən həmişə bunu yarım eləyirəm, çox dəmləmirəm dəmi. Çünki acı olur çox dəmləyəndə. Yarım eləyirəm, süzürəm belə, çox qəşəngdir. Bunu qoyuruq bura. Bura xoşuma gəlmədi, qoyuram bura. Dostlar, Əhməd. Haradadır? Güləşlinin bağında. Bəli. Yəni, izləyicilərimiz də elədir ki, bizdən qonaqdılar. Bəli. Onlar baxa-baxa, siz də bizim verilişə baxa-baxa çaylarınızı hazır edin. Bəli. Yəni, baxın, rahatlıqla. Bəli, o. Siz də şinyatlarınız, Xoruz bu arada quyruğu. şinyat az yiyin. Az yox, bugün olar. Dedim bugün olar. Deyir, göydə bir ulduz var, adı Talıbdır. Güləşlinin çaşqası yaddan çıxıb qalıbdır. Gəlin onu da götürüb gəlim.
əyləşin. Cəmalə xanım anasına buradan salamlar deyirəm. Əllərindən öpürəm anamızın. Prosta mama kadrdan gizlənib Nigulya kimi. Bəli, Nigulya kimi qaçıb gizlənib. Nigulyanı görmədim. O həmişə Nigulya əməliyyata göndərmişəm. Nə gözəl. Bəli, bədən figura yığ. Bədən şəkilləndirmədən sonra görünəcək. Bir əfsanə geri qayıdır. Nigulya geri qayıdır 2. O başqa cür gələcək. Yəqin ki, Nigulya xanım buradan baxır. Gecə də onunla danışmışıq. Bəli. Bura gəldik də. Yəqin ki, buradan baxırsınız verilişimizə. Baxacaqsınız. Mütləq baxır, mütləq baxır. Çünki necə deyim, o mənim sağ əlimdir. Nə gözəl. O mənim sağ əlimdir, Nigulya. Artıq 10 ildir ki, mənim yanımda çalışır. Çox istəyirəm ki, Nigulya xanımın üzünü görmək istəyən şəxslər var, izləyicilərimiz var. Görəcəklər. Adınla tanıyırlar ancaq. Bəli, bəli. Onun ilk dəfəndə belə deyim, o nurla dolu olan simasını biz çəkək. İnşallah. Hələ ilk dəfə siz çəkəcəksiniz. Niyə də olmasın? Baxın dostlar. Dostlar biz neyniyək? Biz əlbəttə ki, çayımızı içək. Siz də için, yəni siz də çay içək. Bərabər kimin ürəyi çəkir, canı çəkir, buyurub gəlsin. Qapımız açıqdır, darvazamız, qapımız, hər şey açıqdır. Buyurun, gəlin. Deməli, bu tort alınma deyil. Yəni zakazdır. Pişirtdirmişik. Düz özümüz pişirməsək də, yəni təmiz evdə pişirib, kərə yağında pişirib. Yəni mağaza tortu deyil. Kəsək də, kəsək. Kəsək. Dadına baxaq. Ya Allah, xeyir olsun. İlk dəfə qonağımız sizsiz. Həmişə siz gələsiniz. Gör tortu necə pişiriblər. O olur, bəh. Tort belə olar. Evdə pişib. Hər zaman xeyirli görüşək. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Görək bacarıram, arvadlığım var. Deyəsən bacarıram. Az da olsa. Nə bilim, mən yaman tortu pişiriblər, yaman olur. Parçalanır. Təzə şey olur. Əminəm ki, çox dadlıdır. Dadlı tortu. Sifariş, biz bunlardan sifariş edirik, qəşəng tortdur. Gözəl tortdur. Bir dənə də kesiciyəm, qəşəng. Yox, bacarıram deyəsən. Az da olsa bacarıram. Nə qayrımı? Az deyil. Neyiniyim? Mən xaxın kişilər kimi səhər çıxıram, axşam gəlirəm. Əlbəttə, yəni. Maşallah da iş adamıyam. Maşallah da yəni. Hara baxıram sizsiniz, hər açılışa. Belə olmaz. Açılışlar kraliçası. Bəli. Bəs mən bu adı yalandan qoymayıblar ki, açılışlar kraliçası. Baxıram, harda, hansı restoran açılışı. Bəli. Mən açılışlar kraliçasıyam, bəs siz bilmirsiniz. Hoppa, vəsiyo. Maşallah. Mən tort yemirəm, kökəldirəm biraz. Biraz çəki almışam, izləyicilərim də buna rahat eləyir. Amma yaxın günlərdə qəşəng dəyişim olacaq. Dostlar, biz yaxın günlərdə gözəl dəyişim tortumuzu yeyək. Bəli. Siz də yeyin, yəni siz də çay qoyun. Söhbətimizə davam eləyək sonra. Buradan baxdıq, çox gözəl idi. Çox sağ olun. Başqa ab-havası var. Hər otağın özünün bir özəl ab-havası var. Elə bir mağazadır. Bəli. Məndən var. Siz canlıcım oturup belə mağazadasınız, türəm yox öz evimdir. Mən də inanmıram. Elə bilə mağazadasınız, türəm biz elə eləmişəm ki, mağazaya bənzəsində. Və sonra bəli. Mən istəyirəm ki, əminəm ki, mənim özümə də maraqlıdır. Mən belə deyim, izləyicilərimiz də maraqlıdır. Kəmalə Günəşin yataq otağı. Yox, yataq otağı. İzləyicilərimiz, yaxşı mənim xətrimə yox, izləyicilərimizin xətrinə. Sizin fanat ordunuz var. Yox, biz necədir? Elə deyirsiniz ki, qəlbimizdə qıra bilmirəm. Qəlbimdə gəlir. Çox gözəl var. Təkcə mənə yox fanatlar. Olsun, sizin fanlarınız var. Fanlarınıza maraqlı Kəmal otaqlı necədir? Qəlbimizi qırmaq istəmirəm. Baxın dostlar. Kesin Kəmalə xanım. Yataq otağı necə olar? Kravat, kondisioner, pərdə, sadə. Bura Kəmalə. Kəmalə xanım, mənə də maraqlıdır. Bu pərdə qiyməti nə qədərdir? Yəni, izləyicilərinizə maraqlıdır. Yəni, baxırlar görə ki, çox gözəl. Valla, mən sizə bir dənə söz deyim. Bax, məsəl üçün bir dənə pərdə deyil də, 6 dənə otaqdır. Hər 6 otağı bir dənə pərdə zakaz eləmişik, gəlin hara vurur. Yəni, mən o dəqiqliklə deyə bilmərəm ki, bu iminə bu qiymət. Amma ucuzlu şey deyil də. Pərdə deyil. Yəni, pərdəyə baxanda bilirsiniz də. Bilinir. Bax, meblimin çox açıq rəngindən elətdir. Mən sevirəm belə rənglər. Görürsünüz, bütün, məsəl üçün, kariçnevi, qəhvəyi rənglər. Mən eləyə bilərəm, yaşıl, bardov və qırmızı sevmirəm. Mən belə ruhu oxşayan, görürsünüz, təzə iyələ otaqdan getməyib. Mən düz biraz başıma ağrıdır, allergiyam var. Amma qorxusu tam başqa. Hətta öskürək də verir mənə, bəli. Oradakı sanitar qovşağıdır, otaqda, spalnıda, belə.
Nə bilim, yəni belədir də sadə bir proyekt vermişəm otağıma. Özüm üçün kafe də açmışam. İnşallah orada oturardıq o kafedə. Dostlar izləmədə qalın. Bizdə nələr olacaq? Yəni siz nələr gözləyir? Evin içində kafe açmışam. Mən bu kafedə sizə istəyirəm çay verim, samavar çay verim. İşıqlar sifariş eləmişəm, hara? Balkonların kənarlarına mini kafe. Buradan sarmaşıqlar olacaq belə. Nə bilim, sevirəm də. Hə, çox gözəl. Deyib, buyur əyləş, gələ. Hə. Baxaq, deməli, Kamal xan burada da yəqin ki oturursunuz da. Hə, orada oturam, yenilənirəm özüm üçün. Nə gözəldir. Yenilənirəm orada özüm üçün. Burada oturam axşamlar, kokteyl içirəm, kofemi içirəm, çayımı içirəm. Nəm televiziyada mahnılar qoyuram, özüm üçün istirahət edirəm. Bax. Mənə bax, gör nə deyirəm sənə. İnsanlar var ki, geçsin məsəl üçün normal bir dənə yerdə otursun, bir stəkan çay içsin, kafa dinləsin. Mən addımımı bayıra atmağa ehtiyac yoxdur. Əlbəttə. Evimdə gör şəraiti necə qurmuşam ki, addım atmayım heç ölə. Maşallah. Ancaq ev iş. Mən evə bağlı insanam. Sənə bir dənə söz deyim Əhməd. Mən evə çox bağlı insanam. Ya maşallah, yəni çox gözəl, yəni. Dostlar ki çağırır, sözümü kestirəm arasında əzizim. Dostlar ki çağırır ki qızlar patrokama gedək, məsəl üçün qəlyana gedək, deyirəm yox, mən kafedəyəm, mən öz evimdə. Ürəyi sizi konum atım, siz gəlin kafeye, mənim kafemə. Nə var, bir də gördüm burada yazdım ki, günəşli kafesi. Əlbəttə, bir də var. Fikrim var ki, buranı yavaş-yavaş kafeye oxşadım. Özüm üçün də şıqlar, sarmaşıqlar, buradan elə bir dənə dediyim kimi. Kamalə kafe. Günəşli kafe. Elə burada oturmuşuq, sizə bir sual verim. Aha. Bax. Bax, qalmaqala salma məni. Yox, qalmaqalı salmasın və Əhməd. Mən artıq neçə aylar uzağam efirlərdən, qalmaqaldan. İnandırım sənə, başım çox rahat. Sizə qalmaqal hara, Əhməd hara? Yo. Əgər orada kama varsa mütləq nəsə olmalıdır. Ona gedirəm ehtiyatlı olma. Bax Kamal xan, belə bir söz deyim sizə. Bəli. Yəni məşhurlardan hansı, 3 müğənni adını seçməlisiniz ki, ilk qonaq olmaq istəyirsiniz. Bax burada oturasınız. Aha. Yəni çay içəsiniz. Hansı məşhur olardı? Yəni düşünülmədən Ofeliya Şabanova. Bəli. Ofeliya xanım görürsünüzmü bax? Bilirsiniz biz nə qədər, bax Ofeliya buradan deyirəm, nə qədər biz bir-birimizin ətini yesək də, bir-birimizi ditsək də, siz bir-birimizə bağlı bir qan var, bağlılıq. Biz eləyik. Olur hərdən o məndən küsür, mən ondan inciyirəm. Deyir, uman yerdən küsərlər. Əlbəttə ki, dostdan. Bu yaxınlarda efirdə yenə nəsə danışırdı, qabağıma çıxma. Demişəm ki, elə çıxıb danışma, qabağıma çıxma, sən gələrsən günəşli kafesidə. Mən də çəkərəm elə ona. Hə, sənin yolun çıxar. Görürsünüz? Mən sizin yeriniz olsam, Ofeliyanın da qəşəng bağı var ha. İnşallah danışmışam. Ofeliyanın bağına inşallah. Ofeliya xanımın bağında da bir yığışacağam. İnşallah. Bəs o birinci dediyiniz ki, Ofeliya xanım. Bəli. O iki nəfər məşhur kimdir? 2 nəfər məşhur. Açığı çox sevmirəm evimə gələn gedən olsun. Nə də heç kimin evinə gedən deyirəm. Heç bir müğənni çıxıb deyə bilməz ki, Kamalə bizi bezdirdi, evimizdə olub, bizdə yatdı, çayımı içdi. Onu heç kim deyə bilməz. Məsəl üçün olur, özlədiyim qonaqlar var. Deyirəm, gedək səni qonaq eləyirəm. Amma görmək istəyirəmsə, əgər deyir könlü, balıq istəyəni gedək quyruğu harda olsun, baseyndə suda olsun. Sizdə də basen. Zəng eləyirəm, gedək oturaq hardasa, məsəl üçün. Yəni, belənçiyinə. Ona görə çox evə zada gedən deyirəm. Nə də düşünmürəm elə. Düzdür, sevdiyim insanlar var, istəyərəm gəlsinlər. O ikinci adını çəkdiyi Qumral istəyərəm bir gün dəvət eləyim. Qumralı da çox istəyirəm. Qumral mənim ürəyimdə, qumu öpürəm buradan. Üçüncü kim olar? Yaxşı bir xanımlardan, yaxşı müğənnilərimiz çoxdur. Qəşəng sənət, mən sizə bir dənə söz deyim. Bu sənət camiyyəsində o deyir, dost yoxdur. Var. Əslində bir-birini anlamamazlıq var. Başa düşürsən? Yəni, necə deyim, bu sənət adamları ki var, məşhurlardan söhbət gedir. O illərdir sözünü deyir, mahnıları dağıdır aləmi. Bil ki, o pis insan deyil. O, valla, necə deyim, yaxşı insandır, zəhmət çəkən insandır, ailə qədri bilən insandır, öz üzərində çalışan bir insandır. Mən yenə də deyirəm, o deyir, show biznesdə dost yoxdur. Dost var. Prosta dostluğu sürdürmək çox çətindir. Bilsən, hər adam elə bilsən dostluğu sürdürə bilir. Valla, mən səninlə dostluğu kesirəmsə, İraq. O demək deyir, sən pis adamsan, mən səninlə dostluq. Prosta biz bunu bacarmadıq. Biz bu dostluq yolunu gedə bilmədik. Özə bu show biznes elədi ki, Ofeliya bu yaxın günlərdə qonşu efirlərdə qayıtdı, dedi ki,
Gör show biznes bizi nə günə qoydu. Biz Kəmalə ilə 20 ildir də artıq. 20 ilə yaxın bizim dostluğumuz vardı. Biz məşhur olandan sonra, show biznesə qatılandan sonra bizim aramızı vurdular. Sözün əsl mənasında vurdular. Əhməd, zarafat eləmirəm ha. Bizim aramızı vurdular. Amma yenə də mən onu qoruyub saxlayıram. Amma görürəm o da qoruyur. Barışdınız mı? Barışmışıq. Hə, nə gözəl. Əsas Barışmışıq, hər şey əlvərkindən də əladır. İnşallah gələn verilişlər ilə Ofeliya xanımın qonaq çağıracağam. evində olaram. Siz gələrsiniz. İnşallah. Sizin evdə də yenidən olaram və İnşallah. Və buradan bax söz verirəm, sizdən sonra ikinci qonağım Ofeliya olacaq. İnşallah. Çünki hələ hazır deyiləm deyə hələ çağırmamışam. Görürsünüz? Mənim ürəyimdən. Yəni uşaqlıq dostunuz hər zaman qəlbindəsiniz. Gələrsən güləşdi kafeyə. Mən də çəkərəm. Uşaqlığımı yad eləyim də Əhməd, nə olar? Bəli. Dostlar, baxın. Çamaya xanım, yəni sizi belə yerlərdən olubmayız. Yox. Görürsünüz dostlar. Uşaq vaxtı bir dənə paxıl dostum var idi. Necə yerlətmişsə baş üstə getmişdim niyə? Görürsünüz dostlar, Əhməd hər zaman işlərə nail olub və mən də işlərə nailəm. Bizim orada bir dənə də balaca odamız var. Orada da gedək. Mən Orada çox istəyirəm izləyicilərim. Hə, burada 6 otaqlıdır bizim. Keçək o zaman. Hə, bu evlərimiz, mənim bu evlərimiz. Maşallah. İkisi aşağıdadır, dördü yuxarıda. Buranı istəyirəm. Necə yenə də elə belə dinlənmə otağı edeyim. İstəyirəm bura bir dənə kompüter qoyum qəşəng. Nə gözəl. Hə, kompüter otağı kimi də balaca bir İş otağı da yəni. Hə də yəni belə həm iş otağı, həm nə bilim gözəl. belə də yəni artıq otaq idi. Elə özüm üçün belə hələ ki düzəltmişəm. Hələ saatlarımız yoxdur. Hələ portretlər sifariş eləmişəm. O qız portreti var, qara, Bildim. Ölürəm bu portretdən. Neçəsini sifariş eləmişəm. İnşallah hələ evlərin çoxusuna vurulacaq. Buradan izləyicilərimiz bəlkə o portretləri hazır edən bəlkə bir şəxs gördü bunu. Bax, əgər ondan varsa sizdə, yəni hədiyyə edə bilərsiniz. Niyə etmirlər ki? Bəli. Ürəksiz bilirsiniz, siz mənim izləyicilərimi, mənim fanlarımı. Yox. Mən onun qızını hədiyyə eləyərlər. Əlbəttə, sizi sevənlər böyük bir kütləniz var. Siz bilmirsiniz, mənim necə fanlarım var, necə sevənlərim var. Bax, mən sizə bir dənə söz deyim. Bax, bir var, Azərbaycan xalqı səni sevir, hə? Mən Azərbaycan xalqının adından danışa bilmərəm də, amma əminliklə deyə bilərəm ki, böyük kütləm var. Bəli. Böyük kütləm var. Yetərincə kütləm var və kütlənin də 100%-dən 90%-ı, 85%-i qadınlardır. Sözsüz. Bax, sabah, bir gün, ayın 5-i Qadınlar Partisindəyəm, Ad Günü Partisindəyəm. Qadınlar tərəfdən daha çox məclislərə mən dəvət alıram. Nəinki bəylər tərəfdən. Mən mutlu eləyir bu. Çox şad oluram ki, bilirsiniz, belə pis çıxmasını, deyir, kişinin qəlbinə yol tapmaq 2 vur 2-dir qadın üçün. Amma xanımla xanımın, necə deyim, şeyləmək, onu razı salmaq, onu özünə sevdirmək çox çətin. Sözsüz. Amma bu bir gün xanımlar məni sevirsə, ollələ. Kəmalə dünyası bacardı. Bəli. Burada bizim balaca, minicik 6-cı otağımızdır. Mən istəyirəm qəşəng. Düşürük qonaq otağına. Qəşəng sizin üçün samavar çay dəmləmişəm. Bağ evinə gələsən. Buna hansı müğənni? Bax, bu verilişdən sonra başqa bir məşhurların evində olacam. Görək siz də belə bir qonaqlıq verəcəksiniz mənə yoxsa deyəcəksiniz ki, bu gəldi yenə. Sizə bir dənə söz deyim. Fikrim var idi sizin üçün kabab çəkim, bacarmadım. Canınız sağ olsun. Onu bacarmadım. Canınız sağ olsun. Samavar qəşəng dəmləmişik. Maması üçün qəşəng yeməklər hazırlayıb. Əsas ki, mama yeməyini yedik də. Qəşəng tort bişirmişik, hazırlamışıq. Təşəkkür edirəm, var olun. Düşək bəkə zala. Bir stəkan çay içək. Çörək yeyək, yenə də söhbətimizə davam edək. Dostlar, izləmədə qalın. İzləmədə qalın bizi. Aha, deməli Günəşlinin bağında yeməyimiz də hazırdır. Deməli, düşündüm ki, yaydır. Bax, aş da süzə bilərdi maması üçün, dolma da eləyə bilərdi. Düşündüm ki, mənim ən sevdiyim yeməkdir bu. Kartofla toyuq. Mənim ən sevdiyim. Düşünürəm ki, bir çox insanlar sevir bunu və bu bizdə çox möhtəşəm alınır, Əhməd. Ona görə elə bunu bişirdik. Yenə də deyirəm, ha, hər şey eləyə bilərəm. Aş da süzərik, dolma da pükərik, kabab da eləyək. İnanırsa aş sevmirəm. Bəli. Bu bir çox insanların sevdiyi yeməkdir. Ən çox sevdiyim yeməkdir, onu deyim dostlar. Ona görə də düşünürəm ki, elə bundan yeyək. Çox ləzzətli yeməkləriniz var.
Baxanda elə kənardan baxanda bilirsən ki, bunu yeməlisən də. Dadı da əladır. Ona zirnic qatıb mama. O qədər Hindistan ədviyyatları var asobuna. Bəli, bəli. Biz onları alırıq, yeməklərə qatırıq. Çox dadlı olur. Kim bizim yeməkləri yeyir, çox dadlıdır. Əminəm ki, Hansı dadlı şey. sulardan açım Əhməd sənin üçün? Fərqi yoxdur. Bax öz evindir bura. Ürəyin nə istəyir, Dostlar. iç. Qardaşımın evinə gəlmisən. Görürsünüz, səmimiyyəti Ablamın görürsünüz evinə dostlar. gəlmisən. Maşallah çox gözəl. Sağ ol, Bu çox gün sağ biz ol. Kamalə Günəşlinin evində Bir dənə yeməyi şey yaddan çıxıb. Qarpız gözdə. Baxın dostlar. Qarpız Qarpızsız yaddan çıxıb. Mən deyirəm bağ evi. nəsə süfrədə çatmır. Gəlirəm. Qarpızsız Bu bağ saat. evi. Bu saat gəlirəm. Dostlar izləmədə qalın bizi. Yəni Əhməd yenə də özəllikdir baxın. Red Bull'umuz da var ha. Heç elə şey olar. Maşallah yəni Kamalə Heç elə şey olar. Qarpız qalıb. Bəziyib də yəni nazlı Əsas yemək. da qarpızdır da. Baxın qarpızımız da gəldi Qarpızımız dostlar. yaddan çıxıb. Elə mən deyirəm nəsə çatmır, nəsə gətirməmişəm süfrəyə. Qarpızsız bağ ev olar. Yo, mümkün də özü yayda. Özdə yayda. Hə, bax indi tamam, okeyiz. Bəli. So, buyurunluş olsun. Kimin Dostlar, ürəyi çəkir buyura bilər. Siz də yemək yeyin. Nahar edin. İzləmədə qalın. Nuş olsun hamıya. İzləmədə qalın. Elə yeyə bizi izləyin də yəni. Həri. Kamalə Günəşi sevərlər. Bəli, eşq olsun sizlərə. Yurdumun gözəlliyi. Mən insanların mənə olan sevgisini sevirəm. Əlbəttə. Bəli. Çox gözəl xalqımız var. Azərbaycan xalqı çox gözəl xalqdır. Müsəlman xalqıdır, gözəl insanlardır. Valla biz çox ölkələrdə oluruq, çox yerləri gəzirik. Gürcüstandan belə, Türkiyədən belə, Çitadan belə, İsraildən belə biz gedib konsert verən adamlarıq da bilirsiniz. Bəli. Yəni orada da hara gedirik, yəni eşidirik də biz necə bizi qarşılayırlar ki, Azərbaycandan bizim dəyərli qonaqlarımız gəliblər. Azərbaycan xalqı çox sevilir, həqiqətən də. Mən bunu bütün Azərbaycan xalqının adından deyirəm ki, siz hər yerdə sevilirsiniz. Azərbaycan xalqı gözəl insandır. Qurban olum öz xalqıma, Buradan öz hər torpağıma. kəsə salamlar deyək. Azərbaycan xalqına salam söyləyirik. Məni sevənlərə də, sevməyənlərə də Allah hər birimizin ürəyinə görə versin. Kim nə qədər əziyyət çəkir, Allah Bəli. o qədərin versin. Nə bilim, deyiləsi şeylərim çoxdur. Nə bilim, mən çox şadam ki, mən Azərbaycan necə deyim, ölkəsində doğulmuşam, Azərbaycan vətəndaşıyam. Azərbaycan kimi bir necə deyim, Azərbaycan vətəndaşı mən çox şadam, həqiqətən. Yaxşı ki varsınız. Yaxşı ki Yaxşı ki, Azərbaycanın hamımız var. Kamalə Çox Günəşlisi mutluyum. var. Bəli. Yaxşı ki var. Yəni, hər zaman olur. Səhnən qara qız olmalıdır da. Əlbəttə. Bunun sarısı var, necə deyim, hər rəngi var, qarası yox idi. Mən də qara olmalıdır da. Yaxşı ki var o. Səhnənin qarası olma, qara qızı deyim. Dostlar biz yemək yeyək. Siz də yeyin. Nuş olsun, yeməyimiz soyur. Buyurun, gəlin, buyurun. Bəli. Elə bilin ki, siz də hal-hazırda buradasınız. Kamalə Nuş Günəşlinin eləyim, bağ mən sizə evindəsiniz. qulluq eləyim onda o zaman. Mən sizə qəşəng Hansı məşhur edər? Bax görəm bu verilişdən sonra hansı məşhur bu qaydada mənə baxacaq. var. Mən əminəm ki, bizim show biznesdə ürəkli, necə deyim, müğənnilərimiz var. Hansı ki, sizə qəşəng süfrə açacaqlar. İnşallah. Eləsi də var ki, sən nə deyəcək? Burada deyiləm, rayondayam. Gələndə xəbər eləyərəm. Amma evdə oturub ha, ləlöyün kimi. Bəli. Bax, elələri də var. Bəziləri oldu. Bəziləri olacaq, oldu. elələri də Oldu, olacaq. amma, Bəli, Geri dönüş olacaq. aldıqlarım da oldu. Sağ olsunlar, var olsunlar. Bəli, Oradan bəli. buradan deyirəm. Buyurun. İnşallah yaxşı olar. İnşallah. Nuş olsun, başlayaq. Başlayaq. Dostlar siz yeyin, biz də yeyək. Elə siz yeyə baxın.